Bak buralar kargolar sırasında. Bak dünyaya buralardan göndərilir. Guangzhou şəhərindədir. Yuvu şəhərindədir. Bir də şu Urumçi şəhərində Şah kargo. 20 gün ərzində deyin görüm kimin malı gelib çatıb Azərbaycana. Bax qardaşlar, mən özüm də yəni çox yüksək sayda mal göndərərəm də Azərbaycana. Yəni özüm satıram. Toptancıyam hətta. Yəni pərakəndə qiymətdə satıram. Amma toptanı pərakəndə də satıram. Amma Şah kargo ilə işimiz niyə irəli gedir? 20 günə çatdı. Millət biraz tələskəndir. Misal üçün 40 günə çatanda qəşəng səbirlə olurlar. İndi Şah kargo 20 günə çatdı. Deyir, yox, niyə gec gəldi? Belə zarafatdır. Çünki öyrəşmir də belə bir şey. Həqiqətən deyirəm, Rozet Şah kargoya, yəni tanıyan da bilir ki, elə Bakı 90% toptancılar Şah kargo ilə işləyir. Həm güvənilirdir qardaş. Dedim, elə hər tərəfli də, yəni bir sözdür. Sən də mallarımızdan gedir. Yuvu şəhərində də var, Guangzhou'da da var, Guangzhou'da 2 yerdədir. Plus da Urumçidə. Hər tərəfdə Azərbaycanlıların xidmətindədir Şah kargo. Zəng eləyin, görün də, onda İlyas düz deyir, yoxsa yox. Özü bilirsiniz ki, mən hər şey deyən adam deyirəm də, yəni bir şeyi yoxlayıb, arxayınlaşıb, sonra cəmaata təşrif edəyəm. Xidmətinizdə Şah kargo, bizim dostumuz, qardaşım.